körpələr mərmi səsindən oyanmasın. Körpələr güllə səsindən vahimiyə düşməsinlər. O körpələri anaların laylası oyansın. Vətəndə yapmadılar, yar geydilər qaraya, qaçanlar bilmədi, qaçsınlar haralara. Vətəndə yapmadılar, yar geydilər qara, qaçanlar bilmədi, qaçsınlar haralara. Namətlər yar dağ. Bugün nəsib oldu ki, Həsən Qorxmazın məzarını ziyarət eləmək. Ağlay ya vətənim, ağlay bar torpağım ağla. Xəyanətdən nələr çəkdik, gör başım. Xəyanətdən nələr çəkdik, gör başım. Allah rəhmət eləsin. Allah şəhidlərimizə rəhmət eləsin. Allah ziyarətdən qəbul eləsin dayı. Qəbirlər nurladı olsun. Allah qazilərimizə də can sağlığı versin. Ağla vətənim, ağla. Gider günlər, ah çəkdilər, Allaha ümidlərim bağladılar sabaha. Azərbaycan parçalanmaz bir daha. Həsən Qorxmaz nəinki Qubatlının, nəinki Qayalının zamanında ən çox adı çəkilən qəhrəman şəhidlərimizdən biridir ki, Azərbaycan miqyasında ən çox adı çəkilən qəhrəman şəhidlərimizdəndir. Qorxmazlığı ilə, Qorxmaz ləqəbi ona elə-belə verilməmişdi. O düşmənin bağrını yaran qəhrəmanlarımızdan idi ki, heç vaxt düşünmürdü ki, mənə nəysə olar. Şəhid olacağını artıq qərar vermişdi. Artıq torpaqlarımızın müdafiəsi uğrunda öz canından keçməyə qərar vermişdi. Beləliklə, Həsən Qorxmaz torpaqların müdafiəsi uğrunda şəhid oldu qəhrəmancasına. Allah qəni-qəni rəhmət eləsin. Qismət belə gətirdi ki, 44 günlük müharibədə qardaşı Faiq Qasımov da şəhid oldu. Onun da ruhu şad olsun. Bakıda 2-ci fəxri xiyabandadır məzarı. Mən Həsən Qorxmazın məzarını birinci səfərdə ziyarət edirəm. Bugün buradayıq. Bugün yurt yerindəyik. Elə buradanca qəhrəmanımızın sağ qalanlarına Allahdan səbir diləyirəm. Allah hamısına səbir versin. Yerdə qalanları sağ olsunlar. Onlar unudulmayacaq, daim qəlbimizdə yaşayacaq. Və bundan ötürü də bütün gələcək nəsildən də təvəqqə eləyirəm ki, qəhrəmanlarımızı unutmasınlar. Hər gün xatırlasınlar. Onların əziz xatirələri daim yaddaşlarda olsun. Və əlaqədar qurumlar da xahiş edirəm ki, qəhrəmanlarımızı birər-birər araşdırsınlar, dərsliklərə salsınlar. Kitablarda adları keçsin. Həsən Qorxmazın, Faiq Qasımovun, Şükür Əmidovun, Əliyar Əliyevin və s. şəhidlərimiz var ki, adlarını hamısını çəkməklə qurtarmaz. Qoy kitablarda, dərsliklərdə adları çəkilsin. Uşaqlar tarixi oxuyarkən bunların adları ilə tanış olsunlar. Qəhrəmanlıqları ilə tanış olsunlar. Allah sənə rəhmət eləsin, əziz şəhidim, ruhun şad olsun. Bugün ayağımız yurt yerinə dəyir və sənin məzarın önündə, sənin ruhun qarşısında baş əyirəm.